bişmədən hazırlanan sərin və dadlı yay deserti. Bunun üçün 300 ml soyuq qaymağı çalırıq. Ardınca 100 qram krem pendir, 2 yemək qaşığı pudra şəkəri, 1 paket vanilin əlavə edib çalmağa davam edirik. Daha sonra 2 ədəd bananı doğrayırıq və qarışıma əlavə edirik. Təxminən 200-300 qram çiyələyi də həmçinin doğrayıb qarışımımıza əlavə edirik. 1 paket böbə peçenyesini 2-3 hissəyə bölüb qarışımımıza əlavə edirik. Yaxşı-yaxşı qarışdırıb formaya əlavə edib üzərinə qanaj gəzdiririk. Qanaj üçün 150 qram şokolad, 3 yemək qaşığı qaymağı mikrodalğalı sobada əridirik. Qanajı desertin üzərinə bərabər payladıqdan sonra 2-3 saat yaxud da bir gecə soyuducuda saxlayırıq. Deserti sərin-sərin nuş edə bilərsiniz. Videonu bəyəndinizsə nə edəcəyinizi bilirsiniz. Növbəti reseptdə görüşənədək. Hələlik.